şəhidimizin övladına gəlmişik. Anamızın yanına. İldirdi. Şəhid Xəyal qardaşımızın övladıdır. Cənnətlər əmanın özünün mübarək olsun. Yeri beşli olsun. Bu gün özümüzə bir boş verdik ki, sizin kimi gözəl analarımız önünə gəlməyə, sizin kimi gözəl analarımız önünə gəlməyə. Bu gün fəxr edirəm ki, sizin kimi gözəl analarım var. Sizin kimi şənlə şart qoşmayan bağımız ki, sizin kimi gözəl analar tanıyıram da. Bizə bu gün sizi tanıtılan bu qardaşlarımızı, şəhidlərimizdir. Mən sizlərə deyirəm ki, uzun ömrü, can sağlığı arzu edirəm. Allah hər birinizin övladınıza rəhmət eləsin, ruh şad olsun. Allah 25 eləsin. Bu gün mən hər zaman deyirəm də, borcumdur ki, hər bir şəhid anasının elinə, hər bir şəhidin qapısını açmağa, getməyə, özüm üçün bir buyruq, bir fəxr edirəm. Bu gün də özüm öz gecədim, gəncdən gəlib, yolun uzaq olduğuna görə, özünü sayı geçdiyinizə görə, mən xoş ki, anaları gördüm. Bu gün şəhidcizə Polad Əliyevlə, Xəyal qardaşımızın şəklini böyüdür. Hər bir yerə gedəndə, getdikcə də onların şəklini aparılan yerə ara, yoldaşlarına şahane təqdim edirik. Bugün də şəhidcizə Polad Əliyevin evimizi düzəltmişik biz. Hər bir şəhidin kim istəsə şəklini olaraq verə bilər, qoya bilərik. Özümüz hamısını edirik, eşimə demirik, özümüz edirik. Yenə də sizlərə səbr arzu edirəm. Allah sizin balanı rəhmət edilsin, ruh şad olsun, cənnətlərin özünü mübarək olsun deyirəm ha. Bugün də şəkili sana təqdim edirəm, gizli Polad Əliyevlə Xəyal qardaşımızın birlikdə şəkilini çiçək yapmışıq. Evimiz ilə Xəyalın. Özünüzə gəlməyəcəm, büyük boş bir sizin kimi anam yanına gəlməyəcəm. Allah rəhmət etsin, ruh şad olsun, səbr etsin.